Tanınmış Azərbaycan aktrisası, ikinci rejissor və kasting direktoru Məlahət Əhmədova. Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsinə qəbul olunub. Ustad Nasir Sadıqzadənin yaradıcılıq emalatxanasında dram teatr və kino aktyoru ixtisası üzrə təhsil alıb. 1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqi Dram Teatrına aktrisa kimi işə qəbul olunub. Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseyn Ağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib. Teatrda çalışdığı illərdə bu kimi rolları oynayıb. Mirzə Fətəli Axundovun Hekayəti Müsyo Jordan Həkimi, Nəbatət və Dərviş Məstələ Şah Dadükünün məşhur tamaşasında, şərəfini isə Nazim Hikmətin Bayramın birinci günü tamaşasında Aytən, Zəfər Cabbarlının Aydın tamaşasında Böyük xanım, Əbdürrəhim bəy Haqverdiyevin Millət Dostları tamaşasında qadın rejissor, Rövşən İsağın aktrisa bədii filmində, sonuncu fəsildə, Vicdan Haqqı seriallarında, bədii sənətli filmlərdə çəkilmişdir. Eyni zamanda 2000-2001-ci illərdə Lider TV-də efirə çıxan Vur Çatlasın adlı humoristik bədii televiziya layihəsində bir çox rolların ifaçısı olub. Sonra Pozitiv Media MMC-də prodüser vəzifəsində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyində ikinci rejissor vəzifəsində çalışır.